Xətti funksiya bizdə y bərabərdir kx üstəgəl b formasında olan funksiyadır. Bu funksiyaya uyğun olan birincidir. Bax 8 sizdə k-dır, b-si də -5-dir. Sonra ikincidir, yəni -2x üstəgəlsin 4. Bu da kx üstəgəl b formasındadır. Bir də altıncıdır. Bu da 6x 2-yə böləndə 3x üstəgəlsin 2/5. Bu da kx üstəgəl b formasındadır. Cavab olacaq 1, 2, 6. Yəni b variantı. Burada hər ikisində ortaq olan x üstəgəl y-dir. Çıxardırsınız mötərizə xaricinə. Birincidə c qalır, ikincidə çıxılsın d. X üstəgəl y vurulsun c çıxılsın d. A variantı. Deyir A ilə B-nin fərqinin 27 və m ədədlərinin cəminə. A-nı 27-yə vuram 27A. A-nı m-ə vuram AM. B-ni 27-yə vuram çıx 27B. Çıxılsın B-m. Olacaq AM çıxılsın BM bərabər üstəgəl 27A çıxılsın 27B. AM çıxma olmalıdır. Bu. Cavab olacaq C variantı. Burada birləşməsini istəyir. Birinci nə olduğu kimi köçürdürsünüz. Bir də əlavə 7-ni verirsiniz. Cavab olur D variantı. 6 -3 nöqtəsindən keçirsə x 6-dır, y -3. 30 üstəgəlsin 12 bərabər -c, -c 42, c-ni də alıram -42. Kubun tam səthinin sahəsi 6a kvadratdır. A kvadratı alıram 4. Onda A da olur 2. Kubun həcmi A kubdur. 2-nin kubu olacaq 8. Biri o birindən 2 dəfə böyükdür. 1 x-dir, 1 2x. Rombun sahəsi 2-də 1, D1, D2-dir. 2-də 1, x olsun 2x. X kvadrat 64, x də alıram 8. Kiçiyi istəyirdi, cavab olacaq 8. Burada 3y kvadratın yazırıq y kvadrat üstəcə 2y kvadrat. Bu hissə verir x üstəcə y-in kvadratı. İndi bu 3 isə 9 üstəcə 2y kvadrat. Y kvadrat 4. Cavab olacaq C variantı. Bunun açılışı 10A üstəcəl B. Bu da 10B üstəcəl A. Deməli 11A üstəcəl 11B. 11-i çıxardıram A üstəcəl B. 11 ilə 88 gedir 8. Olacaq 7A bərabərdir 9B. Deməli A 9-dur, B 7. Cavab olacaq 97. Deyir 3 ədəddən birincisi bu cəmin 12-də 7-sidir. Olacaq 28. İkinci 6-da 1-idir. 8. Üçüncünü tapanda 48-dən çıxıram bunların cəmini. Deyir tərkibində 15% mis olan 600 kiloqram mis kalsit alınır. İndi 72 alınıb neçə faiz deyir içkiyə gedib. 90 100-dür. 72-də x-dir. X-də alıram 80. Yəni 20% içkiyə gedib. 2,8-də 3, 8-də 19 deməkdir. Buna 190 kilometr verib. 5,8-də 1-də 800-də 41 deməkdir. Buna da x deyirəm. İndi bax, hər ikisinin ortaq 8-dir. 19-u ona vurublar 190 olub. Ona 41-i də ona vurarsınız 410. Düz asılıdırlar. Burada bunların hasili ilə A kvadrat çıx B kvadratını verib 6-nı da 4-ə vurum 24. Burada gətirirəm ortaq məxrəcə. Bunu M-ə vuracam. Bu birində N-ə vururam.
Bu ikisindən x-i çıxardıram. Bu da m çıxılsın n. Məxrəcdə açanda elə bunu verir sizə. İndi bax, x-in əmsalı mənfi 2-dir. M üstəcək 2n mənfi 2. M çıxını da verib 4. Bundan bunu çıxıram, m'lər gedir. 3n mənfi 6, n alıram mənfi 2. Onda m də olur 2. M çıxını istəyir. 2 çıxılsın mənfi 2, cavab olacaq 4. Deməli, bura 90-sa, bura da bütöv 90 olmalıdır. Bura 50-dirsə, bura qalır 40. Sizdən A, O, D-ni istəyir. Heç ona ehtiyac yoxdur. 90 əllərindən toplayırsınız 140. Sonsuz sayda həlli varsa, bu da 0 olmalıdır, bu da 0 olmalıdır. Bu, yuxarının sürətin kökləri 3-dən 5-dir. Bunun kökləri 2-dən 7-dir. 7 götürə bilmərik. Çünki bunun məxrəci 0 olacaq. B-ni 7 götürsək. A-da da 3 götürə bilmərik. Bunun məxrəci 0 olacaq. Onda A 5-dir, B-də 2. Cəmini istəyir, cavab olacaq 7. Ortaq dərəcə 4-dür. A çıx B, A üstə gəl B. A kvadrat çıx B kvadratını verir. 6-nın kvadratı çıxsın 2 kök 5-in kvadratı. Olacaq 36 çıxılsın 20. 16 da 2 üstü 4 deməkdir. Cavab olacaq 2. Burada 33-dən başlayırsınız. 42 daxil dayanırsınız. Olacaq 10 dənə. Asan yol istəsəz, əgər ədədlərdən biri daxil deyilsə, burada daxil deyil, burada daxildir. Onda sadəcə fərqini tapırsınız, cavab olacaq 10 dənə. Çarpaz vururuq. 3-ü 8-ə vuranda 24. 4-ü 26-ya vuranda 104. Mənfi 16x bərabərdir. Bunu bu yana atanda mənfi 80. X-də alıram 5. Yuxarını vurub atıram. Tək-tək n-ə bölürsünüz. N olmalıdır 8-in bölündüyü ədədlər. Tam deyirsə mənfilərini də götürürük. Olacaq 8 dənə. Bu 50-dir, bu bərabərdir deyir. Bura alfa desəm, burada alfadır. 2 alfa 130, alfanı da alıram 65. Deməli, bura 160-dırsa, bura olur 80. B bölünsünə 2 bölü 3-dür. Bura 2x-dir, bura 3x-dir. Bu xarici bucaqda olmalıdır bunların cəmi. X alıram 16. Deməli, 16-dırsa bura olacaq 32. Qövsdə daxilə çəkilmiş bucağın 2 qatıdır. 32-ni 2-yə vuracam 64. Bərabər yanlıdırsa 2K götürəcəm. Çünki K 2K götürsəz, iki tərəfin cəmi üçüncü tərəfə bərabər olacaq. Bərabər ola bilməz, böyük olmalıdır. Perimetri 10-dursa, onda K 2-dir. 4, 4, 2. Deyir, təpə nöqtəsinə oturacağa paralel düz xətt keçirilmişdir. Bunlardan bura qədər məsafəni istəyir. Deməli, buradan bir məsafə çəksəm, bu da məsafə ilə eynidir. 2-ni 1-1 böləcək. Deməli, 1-1 böldük. Burada 4. Pifaqorlayıram, buranı tapam. 4-ün kvadratı 16-dan çıxıram 1-i, kök altında 15. Burada oxşarlıqdır. Bunlar sizdə eyni qövsə söykənib, yəni bərabərdirlər. Bunlar qarşı bucaqdılar. Bunlar da sizdə yenə eyni qövsə söykənib bərabərdirlər. Deməli, burada 2 dənəlinin qabağı x-dir, burada 2 dənəlinin qabağı 3-dür. Burada 1 dənəlinin qabağı 10-dur, burada 1 dənəlinin qabağı 6-dır. X tapırsınız 5.
Sayısı 144-dürsə, a kvadratı 144-dür. A-nı alıram 12. Buranı çəkdim. Deməli, bura 12-dir. 15 ilə 12-nin Pifaqoru bura 9-dur. Şərtdə deyir ki, bu hissəyə bərabərdir. Avtomatik burada x-dir. Burada bütöv 12 verir mənə. X-də alacam 1,5.